Azərbaycan türkçəsi öyrənirəm. Birinci dərs. Əlifba. Ön söz. Əlinizdəki video serisinin amacı Azərbaycan türkçəsinin səs bilimi və yazılış biçimini öyrətməkdir. Bu video serisinə baxmaqla Azərbaycan türkçəsi haqqında təməl bir bilgiyə sahib olacaqsınız. Azərbaycan türkçəsi əlifbası 32 hərfdən ibarətdir. Səslər sırasıyla ibarətdirlər. A, ana, ata, Azərbaycan, Araz. B, Babək, bulaq, bağımsız, Başkənd. C, can, canlı, cücə, cəhrə. C, çay, çağ, çaqqal, Çin. E, ev, elçi, elçi bəy, eşit. Ə, əl, ərk, Ərzurum, Ərdəbil. D, Dədə Qorqud, danış, Dərbənd, dil. F, fal, fərş, Fərhad, Facebook. C, get, gəl, Gəncə, qayıt. Ğ, ağ, ığdır, ağdam, ağlama. H, haçan, hara, Həmədan, həsrət. X, xan, Xəzər, xalxal, xanım. I, ışıq, ıldırım, ığdır, ışıldı. İ, isti, istək, istiqlal, irəli. J, jel, Japon, jalə. Ç, kiçik, keçmiş, könül, kərkük. Q, qan, Qoşaçay, Qarabağ, qardaş. L, lal, lalə, Leyla, ləpə. M, mən, miyana, mərənd, maçı. N, nənə, nar, Naxçıvan, nəft. P, payız, pəncərə, pişəvəri, parlaq. O, on, ordu, ordubad, onsuz. Ö, öz, özgür, öğrenci, ölüm. R, arı, Qaradağ, Qars, Baqirxan. S, sən, Səhənd, Savalan, Səttarxan. Ş, şal, Şirvan, Şəhriyar, Şəbstər. T, tar, Taliş, traktor, toprak. U, umut, unutma, Urmu gölü, uçurum. Ü, üst, üzüm, üç, iki üzlü. V, vətən, vurğun, varlık, Van. Y, yar, yara, yalnız, yarpız. Z, zığ, zalim,
zülm, zəncan. Birinci dərsin sonu. Davamı var.